Ulduzların dili ilə desək, 2026-cı il bürclər üçün sakit il olmayacaq. Sevgi, karyera, maliyyə və şəxsi inkişaf baxımından qarşıdakı ilin taleyi bir çoxlar üçün həyəcan və maraq doğurur. Astroloq Rəşad Hacıyev deyir ki, proqnozlar sayəsində hər kəs növbəti ildə öz strategiyasını planlaşdıra və düzgün qərarlar verə bilər. Qoç bürcləri üçün çox böyük dəyişimlər yaşana bilər. Həm sağlamlıqlarına biraz diqqətli olmalıdırlar, iş həyatları ilə bağlı dəyişim yaşaya bilərlər. Bundan yanaşı dostluqları ilə bağlı çox böyük köklü dəyişim yaşayacaqlar. Boğa bürcləri üçünsə ailə, ev, yuva mövzularında dəyişim yaşana bilər. Bəziləri evlərini dəyişdirə bilərlər, karyera həyatlarında çox böyük köklü dəyişimləri təcrübə edə bilərlər. Bundan yanaşı da boğa bürcləri xaricə getmək istəyənlər, gəzmək, səyahət etmək istəyənlər üçün olduqca gözəl bir zamandır. Tərəzi bürcləri üçün ilin 6 ayında, ilk 6 ayında karyerada böyük uğurlar qazana bilərlər, yüksəliş yaşaya bilərlər, vəzifə artımı yaşaya bilərlər və gözəl müjdəli enerjilər onlarla bir yerdə olacaq. İkinci 6 ayındasa daha çox həyatlarında ümidləri, arzularına, xəyallarına gedərkən qapılar onlar üçün açıla bilər. Rəşad Hacıyevin sözlərinə görə Əqrəb bürcləri üçün ilin ilk 6 ayı xüsusilə şanslıdır. Bu dövrdə həm yeni fürsətlər, həm də uğurlar açıq olacaq. İşini dəyişmək istəyənlər üçünsə gələn il uğurlu bir dövr vəd edir. Əkizlər bürcü isə özünü inkişaf etdirmək üçün gələn il aktiv çalışmalıdır. Onlar üçün bu, həmçinin səyahət və yeni təcrübələr ilə olacaq. Daha gözəl və dəstəkləyici enerjilər var. Xüsusən ilin ikinci 6 ayında oxatanlar üçün çox şanslı bir dönəm başlayır. Birinci 6 ayında da dəstəklənəcəklər. Oxatanların həyatlarında həm yeri gələndə gözəl, həm də biraz da sərt dəyişimlər yaşana bilər. Xərçəng bürcləri üçün 2026-nın ilk 6 ayı dəhşətli dərəcədə şanslıdır. Böyük şans planeti Yupiter onların bürcündə olacaq. İlin ilk 6 ayında böyük fürsətlər, şanslar gəlib onları tapa bilər. Biraz kökəlməyə meyilli ola bilərlər, ehtiyatlı olmalıdırlar. Bununla yanaşı həm də xərçəng bürcləri maddi durumlarında çox böyük dəyişim yaşaya bilərlər. Oğlaq bürcləri üçün ilin ilk 6 ayında evlənmək, ailə qurmaq, ikili münasibətlərdə uğurlar və ya ortaqlıq işlərdə uğurlar özünü göstərə bilər. Rəşad Hacıyev bildirib ki, şir bürclərində günəş və ay tutulmaları olacaq. Bu, bəzi şir bürclərinin həyatında köklü dəyişikliklərə səbəb ola bilər. Evli olanlar münasibətlərində ciddi sınaqlarla üzləşə, subay olanlarsa evlilik qərarı verə bilərlər. Dolça bürcləri xarici görünüşləri ilə bağlı çox böyük dəyişim yaşaya bilərlər. Münasibətlərində, evliliklərində də dərin dəyişim yaşaya bilərlər. Bir çox dolça bürcü bu ərəfədə ailə quracaq, xüsusən də ilin ikinci 6 ayında. Qız bürcləri üçün 2026 son dərəcədə şanslıdır, xüsusən də ilin ilk 6 ayı çox şanslıdır. Qız bürcləri elə bir vaxt keçirdəcəklər ki, 2026-da həm biraz mübarizələr, zorluqlar verəcəklər, amma həm də çox gözəl şanslı fürsətlərlə qarşı-qarşıya gələcəklər. Balıq bürcləri də fevralın 14-dən sonra dəhşətli dərəcədə rahatlayacaqlar, həyatlarına bir rahatlıq gələcək. Onlar da özləri ilə görünüşlərinə və evliliklərinə bağlı dəyişimlər təcrübə edə bilərlər. Bununla yanaşı balıq bürcləri də sevgi mövzularında, eşq mövzularında 2026-cı ildə bir qədər şanslıdırlar. Qeyd edək ki, 2026-cı il at ilidir. Astroloqların fikrincə at ili sürət, azadlıq və cəsarət enerjisi gətirir. 2026-cı il durğunluq deyil, addım atmaq, risk etmək və yeniliklərə açıq olmaq dövrü sayılır. Xüsusilə təşəbbüskar, çevik və qərar verməkdən çəkinməyən insanlar üçün 2026-cı il uğurlu və fürsətlərlə dolu olacaq. Nərmin Mirvalih qızı, Vüsal Hüseynov, Kənan Qafar, Xəbər ertəsi.